Hər vaxtınız xeyir olsun. Kanala abunə olub, videonu bəyənib, dostlarınızla paylaşmağı unutmayın. Sual 9-cu siniflərə OTK buraxılış imtahanında yanvarın 10-da salınıb. Belə bir məsələdir. Deməli, cəmi 77-dir. 3 ədəddən ikinci ədəd birincidən 3 dəfə böyükdür. İkinci ədəd 3x olsun, birinci ədəd x olsun. İkinci ədəd üçüncüdən 7 vahid kiçikdir. O zaman üçüncü ədəd 3x üstəgəl 7 olsun. Bunları toplayacağım. Cəmi 77-yə bərabər edəcəm. X, 3x, 3x, 7x üstəgəl 7 bərabər 77. 77-dən 7 çıxıram. 70, 70-i də 7-yə bölürəm 10. Bu ədədlərin hasili. Deməli, ədədimizin biri 10-dur. Ədədimizin biri 30-dur. Biri isə 37-dir. Bu ədədlərin bizdən hasilini istəyirlər. Yəni, 10 vur 30 vur 37. 1 düzgün cavab 11.100 olar.